Education is an important tool which is very useful in everybody's life. Təhsil vacib alət, hansı ki hər kəsin həyatında çox faydalıdır. The passage is mainly about mətn əsas nə haqqındadır? Variant A is correct. The tool that is the key of better life. Daha yaxşı həyatın açarı olan alət. Read the passage and answer questions. Mətni oxuyun və suallara cavab ver. Education is not the same around the world. Dünya ətrafında təhsil eyni deyil. What is the passage made about? Mətn əsas nə haqqındadır? Variant B is correct. How education differs from one country to another. Bir ölkədən digər ölkəyə təhsil necə fərqlənir? All state schools in Britain are free and schools provide their pupils with books and equipment for their studies. Britaniyada bütün dövlət məktəbləri pulsuzdur və məktəblər şagirdləri kitablarla və təhsil üçün ləvazimatlar ilə təmin edir. What is the passage mainly about? Mətn əsas nə haqqındadır? Variant C is correct. Educational system in Britain. Britaniyada təhsil sistemi. Steve Jobs changed the world with his ideas and creativity. Steve Jobs dünyanı öz fikirləri və yaradıcılığı ilə dəyişdi. The passage is mainly about mətn əsas haqqındadır. Variant A is correct. A man with new ideas, yeni fikirləri olan adam. Serbian-American engineer and physicist Nikola Tesla had an incredible brain. Serbiyalı-Amerikalı mühendis ve fizik Nikola Tesla inanılmaz beyne malik idi. The passage is mainly about mətn əsas haqqdadır. C variant is correct. The great inventor of the world. Dünyanın böyük ixtiraçısı. Rəşid Behbudov was an Azərbaycan famous singer. Rəşid Behbudov Azərbaycanın məşhur müğənnisi idi. His songs and unique voice are well known in his country and other countries of the world. Onun mahnıları və nadir səsi onu öz ölkəsində və dünyanın müxtəlif ölkələrində tanınmışdır. What is the passage mainly about? Mətn əsas nə haqqındadır? A famous singer and actor. Məşhur müğənni və